İndi son hazırlıqların görüldüyü zalda bir qədər sonra Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. Prezident İlham Əliyevin iştirakı ilə. Belə görünür ki, toplantıda xarici qonaqlar da iştirak edəcək. Müxtəlif ölkələrin, elmlər akademiyalarının, elm müəssisələrinin təmsilçiləri. Bir, iki, üç, dört, beş. ildə Azərbaycan Tədqiq və Tətövbə Cəmiyyətinin yaradılması ilə Azərbaycan Milli Elmlər Akademiyasının ilkin təməli formalaşır. 1929-cu ildən isə elmi tədqiqat işlərinin təşkili Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu vasitəsilə həyata keçirilir. 29 dekabr 1932-ci il tarixdə SSR Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin təsis edilməsi ilə Azərbaycanda akademik statusda ilk elmi təşkilatın əsası qoyulur. Bir sıra struktur dəyişikliklərindən sonra nəhayət Azərbaycan SSR Nazirlər Sovetinin 27 mart 1945-ci il tarixli qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Elmlər Akademiyası təsis olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan Milli Elmlər Akademiyası beyin mərkəzi kimi formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə elmin inkişafı müasir dövrdə dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Elmi tədqiqatların rəqəmsallaşdırılması, innovasiyaların dəstəklənməsi, bu və digər proqramlar elmin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət eləyir. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı tədbirdə Prezident İlham Əliyev məhz bu tribunadan çıxış edərək elmin müxtəlif sahələri qarşısında dayanan çağırışlara diqqət ayırmışdı. O cümlədən tarix elmi qarşısında duran çağırışlara toxunaraq keçmiş Dağlıq Qarabağ münaqişəsi və ermənilərin bu coğrafiyaya köçü barədə bəhs eləyərək bu sahədə tədqiqatların aparılması zəruriliyini qeyd etmişdi. Bundan cəmi 5 il sonra Prezident Ali Baş Komandan özü bu sahə ilə bağlı ən böyük əsəri ortaya qoydu. Vətən müharibəsində parlaq qələbə ilə. İndi bu zalda bir qədər ibarəli ifadə etsək, Azərbaycan elminin qaymaqları yığışıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı həm də Azərbaycan elmi qarşısında yeni çağırışları müəyyən edəcək. Azərbaycan Akademiyası dünəndə başda çox xərəfli yol keçib, Azərbaycanda elmi məktəblər yaranıb, böyük ənənələr formalaşıb. Hazırda isə Azərbaycan Elmlər Akademiyası Azərbaycan dövlətinin dövlətçilik mənafeyinə, xalqımızın milli maraqlarına və bəşəri elmi ideyalara doğru tamamilə yeni bir inkişaf mərhələsindədir. Azərbaycan-Vyetnam dostluğu 10 illiklərə sürür. İkitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Bu, ölkələrimiz arasında dostluq və əməkdaşlığın ən yüksək səviyyəsini ifadə edir. Gələcəkdə mədəniyyət, təhsil, elm və texnologiya sahələrində əlaqələrimizi gücləndirmək istəyirik.
Vyetnamın bununla bağlı böyük planları da var. 阿塞拜疆是一个非 Azərbaycanın zəngin tarixi və elmi ənənələri mövcuddur. Biz artıq Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Fizika İnstitutu ilə çoxsaylı əlaqələr qurmuşuq. Bu dəfə biz Azərbaycan Milli Elmlər Akademiyası və onun institutları ilə Çin alimləri və dünyanın digər alimləri arasında geniş əməkdaşlığı real şəkildə irəlilətməyi planlaşdırırıq. Bu səfərimiz zamanı bəzi konkret layihə və perspektivləri dəqiqləşdirəcəyik. Türk Akademisi, Türk dünyası bizim kardeş ülkeleriyle, bu kardeş ülkelerimizin bilimler akademileriyle, akademisyenleriyle çok bağlantılarını genişletmektedir. Bunları iyi bir derecede hem kurup hem bunları derinleştirmeye çalışmakta. Bilhassa Azerbaycan'la, kardeş Azerbaycan'la Bilimler Akademisi ile, bu Bilimler Akademisi'ne bağlı enstitüleriyle birçok projeleri hayata geçirmekte. Edebiyat Enstitüsü, bu Şark Niyaz Enstitüsü ve diğer enstitülerle beraber. Türk dünyasında devletler bazında her geçen yıl daha da ilerleyen ilişkiler, daha da güçlenen ilişkiler akademik sahaya da yansıyor. Bizim akademimizde uluslararası bir akademi, Azerbaycan, Türkiye, Kırgızistan ve Kazakistan'ın üye olduğu. Dolayısıyla biz de bu çerçevede her yıl akademik çalışmaları daha da genişleterek devam ediyoruz. Azərbaycan elmi son illərdə çox düzgün istiqamət vektoru çox düzgündür. Mən burada Dünya Azərbaycan Alimlər Birliyini təmsil edirəm sədri kimi və biz Azərbaycan Milli Elmlər Akademiyasına və başqa universitetlərlə, Elm və Təhsil Nazirliyinin daimi yeni çağırışları tələb edən Azərbaycan elminin vektorlarının inkişaf istiqamətlərində çalışırıq və mənim burada olmağımın da əsas səbəblərindən də biri məhz budur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparılırdı. Bir çox addımlar atıldı, akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir. Böyük yeni elmi kitabxana inşa edilmişdir. Milli ensiklopediya üçün yeni bina inşa edilmiştir. Elmi tədqiqat institutlarının dediyim kimi təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm fondu hələ 2009-cu ildə yaradılmışdır və o vaxt bu fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstəyin verilməsidir. Qrantlar çərçivəsində elmin inkişafına təkan verməkdir. Bugünsə dünya yeni çağırışlar erasında yaşayır. Bu çağırışlara adekvat reaksiya verən ölkələr nəinki onunla ayaqlaşır, bu çağırışları formalaşdırır, prosesi, axını idarə edir. Əvvəlki 10 illiklərdə istifadə olunmayan texnologiya və alətlər bugün ölkələrin inkişafının əsas amillərindən birinə çevrilir. Süni intellekt 10 il bundan əvvəl bu barədə heç kim heç danışmırdı. Bugün artıq bu ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Yəni biz hər zaman əsas aparıcı xəttin, yəni mainstreamin, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bugün reallıqdır.
Və burada Azərbaycan alimlərinin əlbəttə ki, fəal iştirakını biz gözləyirik. Prezident İlham Əliyevin elm adamları qarşısındakı çıxışı yalnız Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı bir protokol hadisəsi deyildi. Çıxışın tezisləri elmi tədqiqat müəssisələri qarşısında yeni vəzifələrin müəyyən edilməsi, Azərbaycan elmi üçün yeni yol xəritəsinin tərtib olunması idi. Prezidentin həftənin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik tədbirində anons etdiyi kimi Bakı növbəti təntənəli parada hazırlaşır. Hazırda Azadlıq meydanında sabahki parad üçün ən son hazırlıqlar görülür. Qələbənin 5 illiyinə həsr olunacaq bu parad həm Azərbaycan ordusunun müasir təchizat səviyyəsini, həm də Azərbaycan əskərinin ayaq səslərini revanşist əhval-ruhiyyədə hələ də yaşayanlara eşitdirəcək. Bundan öncə Azadlıq meydanı qələbə paradına qələbə ilində 2020-ci ilin dekabrında şahidlik etmişdi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedirdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əskəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu zəfər paradıdır. Bu tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcəkdir. Demişdim ki, gün gələcək və bugün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcəkdir. Və bugün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Günlük Vətən müharibəsinin gedişində Azərbaycanın haqq savaşına Türkiyənin verdiyi siyasi dəstək həlledici rol oynadı. Xüsusilə hərbi əməliyyatların gedişinə mane olmağa çalışan, müdaxilə etməyə çalışan bəzi mərkəzlər üçün lazımi mesaj oldu. Hazırlaşdığımız bugünkü hərbi paradda da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı gözlənilir. Pakistan lideri ilə birlikdə. 5 il öncəki Azadlıq meydanında keçirilən hərbi paradda da Türkiyə Prezidenti iştirak etmişdi. İsa bulağının zümzümesini, Cabbar'ın, Seyit'in, Han'ın sesini, Dalgalı Karabağ şikestesini, Babek türbesini nice pay verim. Karabağ'ı 30 yıllık hasretin ardından anavatanla buluşturan Azerbaycan ordusunun neferlerini tebrik ediyor, onları dualarla cepheye gönderen anaların ellerinden öpüyorum.
2023-cü ilin 8 noyabr tarixində Xankəndidə keçirilən növbəti parad isə həm də suverenliyimizin rəmzi idi. Hatırlayıram, 5 il bundan əvvəl 2018-ci ilin sentyabrında Bakının Azadlıq Meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək, Azərbaycan bayrağı bugün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır. Və bu gün gəldi. Sentyabr 2023-cü il bizim tariximizdə qalacaq. Necə ki, 8 noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza attı. Bu ilin aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik. Və sentyabrın 20-sində dövlət suverenliyini tam bərpa etmişdik. Bununla separatçıların kitabı bağlandı. Artıq separatçılığa yer olmayacaq Azərbaycanda. Azərbaycan dövləti bütün əraziyə bugün nəzarət edir. Və bunun səbəbkarları bugün bu meydanda dayanan bizim igidlərimizdir və 10 minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı canı bahasına biz bu qələbəni əldə etmişdik. Qələbə paradının aparıcısı Azərbaycan televiziyasının aparıcısı Mümtaz Xəlilzadə olacaq. Əsarətdə olan strateji yüksəklikləri, şəhər, rayon və kəndlərimizi işğaldan azad edərək qalib xalq olduğumuzu bütün dünyaya bir daha sübut etdik. Sabahki hərbi paradda Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı Pakistan hərbi birləşmələri də təmsil olunacaq. Eyni zamanda qardaş ölkə Türkiyə Silahlı Qüvvələri də sabahki paradda təmsil olunur. Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət parad eylənti. Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının parad eylənti. Qüvvətlərə görevinin alınması təmin olunmuş. Azadlıq meydanı növbəti paradı qarşılamağa hazırlaşır. Bir qədər əvvəl hərbi birləşmələrin, piyada dəstələrinin keçidi marşrutu, indi isə növbə texnikalarındır. Və müharibənin taleyinə əhəmiyyətli dərəcədə təsir göstərmiş pilotsuz uçuş aparatları.